Mənim bir gün mənim xalam oğlu var, Gəncədə yaşayır. Bu gözündən Bakıda operasiya olmağa gəlmişdi. Mənlə getdik Balinsiyaya, gözündən operasiya oldu, gəldi bizə. Evdə ikimizik. Dedi gözüm ağrıydı, nəsə bir ağrı kəsdi, bir şey verə bilərsən. Məndə də tramadol var idi evdə. Gətdim buna verdim 5 dənə, atdı. Bu da eləyəni idi, prosto yeyəcək eləyirdi da, narkotik eləyəni. Çıxartdı 30 manat verdi, 2 manat, get. Şimdi götür eləyək də bir yerdə. Getdim, götürdüm yarım qram. Gəldim, girdim evə. Atdım, mən biraz çox vururdum, doza vururdum. Atdım, pişirdim. Çəkdim, bunu öz dozamdan 10 toçka verdim insulində. Bunda da biraz damar problemi idi. Düşdüm, buna bir təhəri vurdum. Birisi damarından çıxartmışdım. Bir dəqiqə ani moment oldu. Bu yıxıldı, özündən getdi, peridoz getdi. Yıxıldı, başı dəydi, paltaryan maşının qapısı var, yumruğu ora. Haqq hesabda gecə saat 12-də olub. Saat 7-yə kimi bunu damarına su, nə bilim, su vurmuşam, limonlu su zat ki, ailəsində. Gördüm, bu ailmir. Səhər yaxın 7-də zəh vurdum anama ki, belə bir şey olub. Bu ailmir də, bu da xırıldayır. Anam dedi, zəh vur, skor gəlsin. Mən də biraz qorxmuşdum, çox pis qorxmuşdum. Evdə də ikimizik. Danışıram, əzanlanıram, qardaşım. Şimdi skor gəldi, çatdı. Dedi, buna vaxtında cəhv demək lazımdır. Bunun vəziyyəti pisdir, bunu aparmaq lazımdır, keçinəcək. Şimdi keçindi, qardaşım. Keçindi, xalam zat belə, ailəmdə idi bir-birinə, nə bilim. Tutdular mənə sonra, bundan tərk etdim. Türmədə də oldum, həbs olundum. Bir müddət qaldım, çıxdım, olub qardaşım, belə şeylər mənim həyatım.